Çağırga əfsanəsi ilə bağlı doğru fikri müəyyənləşdirin. Səfərə çıxmaq üçün karvan başçısı alimlə şərt kəsir. Xeyr. Karvan başçısı alimlə şərt kəsmir. Alim ona deyir ki, zınqırovların yerini dəyişək. Hökmdarın atlıları yorğunluqdan yuxuluyurlar. Xeyr, onlar musiqinin icazkar təsirinə düşürlər. Hökmdarın alimi saraya çağırmasına səbəb elmə verdiyi yüksək dəyəridir. Xeyr, o elmə yüksək dəyər vermirdi. Sadəcə olaraq, deməli, alimin sorağı gəlib hökmdara çatır, ölkənin hökmdarına çatır. Çünki o öz gözəl əməlləri ilə, alim öz gözəl əməlləri ilə xalqın rəğbətini qazanmışdı. Alim saraya gəlməməsinə səbəb kimi xalqın içində yaşamaq istədiyini göstərir. Yanlışdır. Çünki alim deyir ki, ey hökmdar, sizin saray üçün daha dərrakəli alim lazımdır. Mən onların səviyyəsində deyiləm deyir. Bu yanlışdır. Hökmdar və vəzir daha artıq rüsvay olmaq üçün sual vermək fikrinə yayınırlar. Düzdür. Xalqın qabağında rüsvay olmaq istəmirlər. Doğru cavab